Herkese selam. Bugün seninle birlikte makyaj çantamda ne var videosu çekirik. Eğer bu video beğenilirse bunun devamı çantamda ne var videosu çekirik. Bilelim. Bence ben belə daha yaxşı. Açı olarak bence burada daha yaxşıdır. Bence bu açı daha yaxşı diye düşünüyorum sizce. Onda bence başlayaq çox uzatmadan. Bu məsələn mənə yaxşı görəsən öncə bir arxaya gələcəm. İndi açıram. İlk öncə belə bir far paleti çıxır. Bunun səbəbini sizə açıqlayım bu. Belə göstərim. Yəni bu nə üçündür? Bu əslində çox kompakt bir üründür. Yəni ağlı qaralı ten məsləhət görürəm. Çünki bu qaraları adam rola liner çəkmək üçün çox qəşəng olur. Yəni liner üstünüzdə götürmürsünüz. Yəni belə kompakt olur. Həm böyle ten kimi vura bilirsiniz, həm də bu ağı mən göz pınarlarıma vurmağı çox xoşlayıram. Bunu çox xoşlayıram. Deməyə davam edək. Sonra belə bir pudra çıxır. Görürsünüz belə bənövşədir. Bunun linkini zaten Instagram'da öne çıkanlarımda koymuştum. Böyle bir pudradır. Nömrəsi də 2 nömrədə Rose yazır. Bunu mən Temu'dan almışdım. Çox məmnunum. Burada göz altını çox gözəl nötrlüyür. Tabii ki daha yaxşı markalar var ama məncə bu da çox da pis deyil. Yəni uyğun qiymətli, çox gözəldir də yəni. Sonra məncə yəni, hər qızın çantasında olması gerəkənlərdən biri də toka. Bu arada saçlarım yumuşam ama qurutmadım. Çünki qurutma hava çox istidir. Qurutmağa həqiqətən xoşum yoxdur, belə deyim. Həm çox isti olur. Ona görə saçımda da dağlar çox xoşuma gəlir. Ona görə dedim belə çəkim videonu. Bunlar da yəni ümumiyyətlə kiminsə makyaj edəndə, saçı qabağa gələndə mən çox sinir oluram deyə. Üz-üzə makyaj, yəni saç gəlincə makyaj edə bilirsiniz. Mən eləmirəm deyə hər daim sumkamda istifadə eləməsəm belə saç bruşkası olur da, yəni mən dəlirəm. Bu da Temu'dan almışam bunu da. Ama bunu çok da beğendiğimi diyemem çünkü demək olar ki çox mənim rəngimə uyğun deyil. Çünki mən çox ağım, çox düzdür. Keşke daha açıq rəngini alardım. Bir də bunun mənim üzümdə indikmə heç sivilcə çıxan bir insan həqiqətən deyiləm də. Yəni retki deyim ki, mənim üzümdə yox, o da biraz burunda falan çıxar. Amma bu mənim buralarımda belə sivilcə çıxartdı. Yəni bu yaxşı bir məhsul deyil. Mən Temu'dan bir çox məhsul istifadə etmişəm və heç bir şey olmayıb da. Deməli ki, bu yaxşı deyil. Çünki yəni dediniz ki, ucuz qiymətli bir şey nə gözləyirsiniz? Hər ucuz qiymətli bu arada pis olmur. Mən həm yani çok da belə demeyeyim ucuz ama yani uyğun qiymətlidir də. Yəni bunda bir 4-5 manatlıq qiymət var, amma yəni pigment falan əladır, amma özü belə çox da gözəl deyil. Bir də dağıtımı biraz çətin, tez quruyur deyə. Bu Kiko'nun 20 nömrə qlosu ən sevdiyim qloslardan. Mən orada qlos istifadə edəməm, amma istifadə edəndə də ancaq bunu edirəm deyə. Bu çox qəşəngdir. Bir də mən ancaq kalsium tonlarında vururam deyə. Bu ürəkli də yəni çox xoşlayıram. Əslində Temu'dan aldığım qloslar da var, baxın. Xoşlamışam, gelmişim 3 tane almışam, baxın. Tutun, baxın, hamısı eyni markada, yəni eyni markadan almışam. Eynidir. 01'dən 2 tane almışam, çünki birisi kalsiyonu sevirəm, bu da kalsiyon ürəklidir. Belə 01 ilə bu 01 nömrəsi siz əlimə su açıyorum, göstərim. Bunların pigmentləri çox gözəldir və sumkaya açıqdır, yəni çox rahatdır. Bu da sən 03 nömrəsi. Bu biraz daha qırmızımtıl deyək də, qırmızı da yəni. Bunu koyun, göstərim. Bu 01 nömrəsi, bu da 03 nömrəsi. Məncə gözəldir. Bir də bunlar 25 dəqiqə bez donsunlar. Göstərəcəm sizə donsun, neydi, qurusun. Bunu mən Temu'dan almışdım. Hamı deyir ki, diyorum muadil. Bu arada gerçekten de çok muadildir. Yəni bir şey diyeceğim, baxın. Məsələn, onu batırdım pəs pəmbə. Orada da çox batırdım. Yəni üzünüzü belə pəs pəmbə edirəm. Buranı da eşitdim. Mən bunu bir il bundan qabaq almışam. Keçən ilin yayında cümləndəydi bu. Və yəni hələ sadəcə hələ D yazısı falan gedir. Yəni dibini görməmişəm. Çünki çox pigmentli, çox balaca bir məhsul. Məsələn, adi bir yəni allıqla falan kəsində çox balacadır, amma mənim ki bu balaca məhsul olmağına rağmen çox qəşəngdir. Burada da baxanı da yeni elətdirmişəm. İlk dəfə balacadan elətdirmişəm, çünki çox balacadır. Çox özümü qəribə hiss edirəm. Bunu aksesuar aləmindən almışdım. Yəni çox da belə sim deyil. Yəni çox parıldaması da yoxdur. Baxın, yəni varla yox arası kimi bir şeydir və belə edirəm də, yəni. Məsələn, bunu da almışdım. 4-5 manatda pasajlarda. Baxın, azca batırdım. Hara vururum, siz görün. Çox qəşəngdir, baxın burada. İndi burada işıqdan çox da bəlli amma çox qəşəngdir. Məsələn, mən çox highlighter istifadə edən bir insan deyiləm də, yəni ona görə. Prosta ilk dəfə dedim ki, istifadə edeyim, alım.
O da ki, hə, baxın bundan bahsedin. Yəni belə tint kimi qalırlar. Tint gloss kimi bir şeydirlər də. Əlimdə qaldı, baxın. Bu zaten hər yerdə var. Bunu posta hardan almışım, həqiqətən bilmirəm, amma Temuda, aksesuar aləmində falan hər yerdə var bunlardan. Bunlar göz pınarları üçündür. Mənim Temudan aldığım da var. Baxın, çox qəşəngdir. Temudan aldığım bir tık daha böyük, bir tık daha aydındır. Bunu aksesuar aləmindən almışam. Bu MAC-ın konsilerdir. Çox qəşəng, həm nəmlidir, yəni göz altına falan çox da dolma eləmir. Yəni çox quru da deyil, mənim üzüm qurudur. Göz altıma çox dolmur. Çox qəşəng nəmli bir üründür. Yəni məsləhət görərəm, məndə də 01 nömrəsi, amma kaş 0 nömrəsi olaydı, çünki biz daha açıq olsa yaxşı ola bilərdi. Marka davası elə insanasını göstərəcəm. Markada almışam kapatıcı not. Bunu 7-8 manata almışdım da deyəsən. 2 dənə aldım, insanların sözünə güvəndim ki, marka gözü olur. Getdim markada aldım. Yəni bu mark məncə marka deyil, amma o qədər gözəllik. Yəni bunlar heç nədir də. Həm bir nömrə qoyublar, sapsarı da heç gözəldir və yəni birincisi vuram spirt hissi gəlir. Spirt ha, əməli başlı spirt hissi gəlir. Bu bir. İkincisi də ki, kapatıcılığı yoxdur. Üçüncüsü ki, bir nömrə bu qədər sarı necə ola bilərsən, bu üz. Dördüncüsü ki, yəni mən bunu çox az istifadə, yəni sevmədiyim, istifadə eləmədiyim halda bitiblər ikisi də. Yəni bu necə olur bilmirəm. Çünki bunu bitirdim, dedim bu birisinə geçim, bu birisi bitdi. Yəni qəribə bir məhsuldur. Bunu da aksesuar aləmindən almışam bu arada. Qoyum yanıma. Bu çox gözəldir, belə pomada. Rengi olarak da çok güzeldi. Burada 12 nömrədir. Aksesuar aləmi makyaj şeyləri ümumiyyətlə məncə gözəl olur deyə düşünürəm. Allıq falan olsun. Bu tuş, essence. Bundan yine sifariş edəcəm. Bitmək üzrədir. Linza suyu qatıb istifadə edirəm bundan. Çünki çox xoşlayıram. Çünki özümə mən bir marketdən məhsul alıram da. Sizə belə göstərim. Azılıb şeylər yaşandı ama gəldim. Mən güya elə bildim ki, bunun birini 4 neçə manat almışdım, 5-6 manata. Mənim ki indirimdədir, çünki orada 30 neçə üstü və yaxud da 25 üstü belə xət çəkilmişdi. Bu aldığım qiymətlərmişdi. Mən də elə bilmişəm indirimdədir deyə belə almışdım. Çünki orijinal bilirdim. Çünki bu da 15 manat falan idi. Mən alanda 6 manata düşmüşdü deyəsə. Mənim ki indirimdədir. Mən onu da bir marketdən almışım. Fikrim oraya getdi və getdim 2 dənə belə bir Lessence Essential aldım, bir də Panorama aldım, amma bilmirəm, bəlkə də yaxşıdırlar, amma o qədər suludur. Baxın. Çox suludur. Sulu olduğu üçün kipriyimi əməlli başlı belə düppədüz eləyir. Yəni çox pisdir, yəni çox suludur. Bunu dedim ki, o lezzetə bari bu gözəl olsun. Bu da baxın, su axır da, yəni bərbad. Ona görə yenə qaldım buna. Bitir diyorlar almışdım. Gedib meyza suyu qatdım ki, istifadə edə bilim. Çünki anam deyir ki, o qədər almışsan, istəyinizi götür istifadə elə. Belə qələmlər var. Mən Golden Rose'un 518 nömrəsini çox xoşduram. MAC çox istifadə edirəm dodaq qələmi olaraq. Onlara məsləhət görərəm. İndi dodağımda olan budur. Bunu Temu'dan almışdım ama set olarak almıştım. 310 M nömrəsi var. Ben bunların linklerini hamısını alan kimi qoyuram. Eğer istəsəz burada adımı qoyacağım, Instagram adımı. Oradan baxarsınız, götürərsiniz. Çünkü link olarak koymuştum. Ben ne alıramsa ön açık anlamda koyuram. Instagram'ın linkini tam olarak buraya koyacağım. Orada adını yazıp girip oradan açık anlardan bakabilirsiniz. Son bir məhsulumuzdur. Bir de liner. Liner'ı da mən çox həssasam. Mən də hər lineri çəkə bilirəm. Çünki liner çəkməyi çox yaxşı bacaram həqiqətən. 2 dəqiqə məsələn burada çəkim sizin üçün. Mənim gözlərim zəifdir. Onun 2 tərəfdə çox yaxşı görürəm. Gördüyüm qədərilə çəkdim. Video bu qədər idi. Necə vaxt özümü paralayıram ki, çəkeyim. Çünki bəzən dodaq kombomu falan Instagramdan soruşanlar olur ya, anlıq falan. Bir də makyaj məhsullarımın çoxu demək olar ki, aksesuar aləm və Temudan ibarətdir. Sadəcə dediyim kimi mən belə Tanani istifadə eləməm. Kapatıcı falan deyim. Bunları aksesuar aləmindən alıram. Turju falan bir marketdən alıram. Belə allıqdır, pudradır, highlighter'dır. Belə qarışıq şeylərdir Temudan alıram. Yəni təbii ki, aksesuar aləmdən aldığım makyaj şeylər də var. Amma dediyim kimi bir market aksesuar aləm və B12 yox, nə deyim, yadımdan çıxartdım. Bir market aksesuar aləm və Temudan alıram. Aksesuar aləmdən aldığım bu gloss çox qəşəngdir. Sonra belə tintlər var Temuda, çox qəşəngdir. Deməli buradan mən səslənirəm ki, mən siz aldığınız malların yaxşı baxmışsınız. Mən Tenin də marka olduğunu çox da söyləmirəm. Baxın.
Bunu Temu'dan almışım və pigmentləri o qədər gözəldir ki, və necə istifadə edirəm ki, yəni konser deyənlərə də buradan məsələn pəmbə barmağımı toxundurdum. Sadəcə toxundurdum. Məsələn bu yüzden açıq mor, mavi, sonra bənövşəyi. Bu tək əliyim. Palet üstündə də sarı da var. Mesela sarı çok az renk veren bir renkdir. Mesela bakın o da rengini güzel verir bence. Bu baş parmağıma da yaşıl kaldı. Yaşıl. Bakın. Sadəcə barmağımla bastım və o qədər gözəldir barmağımda qaldılar. Aldığınız ürünün dəyişilməsinə baxsaz, məncə belə olmaz deyə düşünürəm. Yəni nude. Nude zaten trend yolda da var belə. Çox qəşəngdir. Bunu da çox istifadə edirəm mən. Belə kontur. Belə kontur, kapatıcı və allıq paleti. Bura allıq. Mən də gözün altlarına da vururam. Belə yəni nötrləmək açısından. Bu arada bu gedər məncə tünd rəngli qızların göz altından. Mənə gedir, mən kontrol istifadə edirəm bunları. Bundan da çox məmnunam. İndirimdə almışdım bunu da. Bu qədər. Videolarım bu qədər idi. Buna baxın. Gətirim burada ki, işıq daha yaxşı olsun. Videom bu qədər idi. İnşallah əylənərsiniz, inşallah sevərsiniz videonu. Öpürəm hamınızı. Sağ olun. Video bəyənib abunə olmağı unutmayın. Hamınızı öpürəm. Sağ olun.